Xanımlar, gəlin Livgo şirkətinin qazanc planına nəzər yetirək. Qeydiyyatlar necə aparılır, sistemdə necə yerləşdirilir? Videonu sona qədər izlədiyiniz təqdirdə siz özünüz qərar verəcəksiniz ki, pasiv qazancda qalırsınız və yaxud da mənim kimi həftədə bir dəfə, ayda 5 dəfə qazanc əldə etmək istəyirsiniz. Gəlin indi burada qeydiyyat prosesinə baxaq. Deyək ki, mən qeydiyyatdan keçmişəm, sadəcə 10 dollar abunə haqqı ödəyərək 10 dollar abunə haqqı ödəyərək, yəni Azərbaycan manatı ilə 17 manat təşkil edir və biz bu 17 manatı hər ay hər bir yerə xərcləyirik. İstər gəzintiyə, istər restorana, istər geyimə, yəni hər bir yerə xərcləyə bilirik. Və siz təsəvvür edin ki, bu 17 manatla siz zaten hər bir yerə xərclədiyiniz, xərcləyə biləcəyiniz kiçik bir məbləğlə böyük bir biznes qura bilirsiniz və bu biznesdə siz həftəlik və ya aylıq qazanc əldə edə bilirsiniz. Ayda 5 dəfə qazanc əldə edə bilirsiniz. Yəni hər ay sadəcə 17 manat ödəyərək böyük bir biznes qururuq. İndi gəlin baxaq buradan biz necə qazanırıq. Xanımların ən çox verdiyi sual bu olur. Mən gəldim 10 dollarla qeydiyyatdan keçdim və dəvət bacarmıram, heç bir dəvət etmədim. Yenə də qazanc əldə edə bilirəmmi? Bəli, qazanc əldə edə bilirsiniz. Heç bir dəvət etmədən də, heç bir məhsul sifariş yerləşdirmədən də siz qazanc əldə edə bilirsiniz. Və hansı halda qazanc əldə edirsiniz? İndi bunu izah edəcəm. Və mən gəlib başlamışam. Artıq 10 dollar ödəyərək qeydiyyatdan keçmişəm. Yəni Matrixdə yerimi tutmuşam, sistemdə yerimi tutmuşam. Sistemdə öz yerini tutmaq çox önəmlidir. Nə üçün önəmlidir? Bunu da izah edəcəm. Burada mən kiminsə dəvətlisiyəm. Zaten yəni hər kəs bir-birinin adının altına yazılır. Mən də kiminsə adının altında qeydiyyatdan keçmişəm və kiminsə dəvətlisiyəm. Burada məndən üstəki sponsorun hər bir dəvəti mənim adımın altında qeyd olunur robot tərəfindən. Sistemdə deyək ki, bu xanımın dəvəti oldu. Burada mənim sol tərəfimdə qeydiyyat olunur. Digər bir dəvəti oldu. Daha sonra sağ tərəfdə qeydiyyat olunur. Bu sistemi robot idarə edir. Yəni biz burada bu qeydiyyatları aparmırıq. Qeydiyyatı edirik. Sistem özü, yəni robot özü yerləşdirir. İlk olaraq sağa yerləşdirir insanları, daha sonra isə sola yerləşdirir. Yəni mən sadəcə 10 dollar ödəyərək sistemdə öz yerimi tutmuşam və mənim adımın altına qeydiyyatlar düşüb. Bu qeydiyyatlardan pul qazana bilirsinizmi? Bəli, pul qazana bilirsiniz. Çünki bu insanlar da sizin kimi hər biri 10 dollarla qeydiyyatdan keçib və bu insanların hər birindən, yəni bunların ödədiyi 10 dollar abunə haqqından şirkət sizə 25 sent qazanc verir. Yəni hər bir abunədən 25 sent qazanc əldə edirsiniz. Siz təsəvvür edin ki, bu 2 nəfər daha da çoxalır, günbəgün daha da artır və yuxarıdan gələn hər bir qeydiyyat ilk olaraq sizin sol tərəfinizə, daha sonra isə sağ tərəfinizə yerləşdirilir. Baxın, bu cür sistem də olur. Biz burada sadəcə öz referal linkimizi göndəririk və yaxud da ki, lider bizdən üstəki sponsor özü dəvətlər edir. Və burada qeydiyyatlar elə yerləşdirilir ki, robot sistem baxır birinci bizim sağ tərəfimizdə və yaxud da sol tərəfimizdə harda boşluq var. Baxır birinci sırada heç bir boşluq yoxdur. İkinci sıraya baxır, ikinci sırada boşluq yoxdur və üçüncü sırada əgər burada bir qeydiyyat varsa, deməli bu sol tərəfdə yenə də boşluq var. Bir qeydiyyat bura verir. Daha sonra buradakı boşluğa bir qeydiyyat, buradakı boşluğa bir qeydiyyat və daha sonra bu boşluqları sistem, robot başlayır doldurmağa. Burada qeydiyyatlar bu cür aparıldığına görə sistem tərəfindən hər bir yerə qeydiyyat verildikdən sonra, yəni kimsə deyə bilməz ki, mən aylardır buradayım və yaxud da bir ildir buradayım, mənim adımın altında heç bir nəfər də yoxdur. Yəni bu mümkün olan deyil ki, sizin adınızın altında heç bir insan belə düşməsin. Və adınızın altında bu sistem böyüyür. Deyək ki, mən başlamışam, mən passivəm, mən passiv qazanca gəlmişəm, amma adımın altında olan bu insanlar qazanc əldə etmək istəyir. Bu insan qazanmaq istəyir. Düzdür, bunun altında bir qeydiyyat var və ikinci qeydiyyat gəlir. Daha sonra başlayır qeydiyyatlar etməyə, yenə də bunun qeydiyyatları bu cür yazılır. Və yaxud da bu insan qeydiyyat etmək istəyir.
çalışmaq, böyük pullar qazanmaq istəyir və yaxud da bu insan çalışmaq, böyük pullar qazanmaq istəyir və bu insanların da adlarının altı başlayır yenə də digərindəki kimi dolmağa. Və adımızın altında bu qeydiyyatlar artdıqca hər birindən bizə 25 sent gəlir. Təsəvvür eləyin ki, 4 nəfərdən siz 1 dollar qazanc əldə edə bilirsiniz. Bu sıralar dolduqca, matrix ağacı yəni dolduqca bu insanlardan bizə hər birindən qazanc gəlir. 4 nəfərdən 1 dollar qazanc əldə edirik və əgər birinci ayda deyək ki, burada 100 nəfər var. 100 nəfərdən 25 dollar qazanc əldə edirik və biz bu 25 dolları birinci ay götürmək istəmirik. Daha sonra ikinci ayda deyək ki, yenə də 100 nəfər burada gəldi. 200 nəfərdən 50 dollar qazancımız var artıq kabinetimizdə və biz bunu götürmək üçün, nəqdləşdirmək üçün nə edirik? Yəni təsəvvür edin ki, birinci ayda siz 25 dollar qazanc əldə etdiniz və ikinci ayda 50 dollar qazanc əldə etdiniz. Bunu necə götürəcəksiniz? Siz burada sadəcə ömrünüzdə bircə dəfə 40 dollar ödəniş edərək biznes hesabı alırsınız və biznes hesabı aldıqdan sonra bu qazancınızı əldə edirsiniz, götürürsünüz. Deyək ki, burada 75 dollar var. Siz 40 dollar verib 75 dolları götürməyəcəksinizmi? Təbii ki, götürəcəksiniz. Və bu 40 dollar sadəcə ömrünüzdə bircə dəfə ödənəcək bir ödənişdir və bu 40 dolları ömrünüzdə bircə dəfə ödədiniz. Daha sonra isə sizin ödəyəcəyiniz ödəniş, baxın, sadəcə bu 10 dollardır. 10 dollar hər ay ödəyərək, misal üçün 100 dollar qazanc götürdünüz və yaxud da 200 dollar qazanc götürdünüz və yaxud da 3-cü, 4-cü ayda 500 dollar qazanc götürdünüz. Yəni burada artıq bu 17 manatı, yəni 10 dolları hər ay ödəyərək siz çox böyük məbləğdə qazanclar götürə bilərsiniz. Pasiv qazanc burada 2047 dollara qədərdir. Yəni siz heç bir dəvət etmirsiniz, heç bir məhsul sifariş yerləşdirmirsiniz və siz 2047 dollara qədər pasiv qazanc əldə edə bilirsiniz. Və sual verə bilərsiniz ki, bu 40 dolları mən istədiyim vaxt ödeyə bilərəmmi? Təbii ki, ödeyə bilərsiniz. Siz istəyirsinizsə əgər 10 dollarla, sadəcə 10 dollarla qeydiyyatdan keçərək sistemdə ilk olaraq öz yerinizi tutursunuz ki, bu çox önəmlidir. Bir var ki, bu qədər komanda sizin adınızın altında olsun və bir də var ki, siz yer tutmayasınız, siz bunlardan aşağıda olasınız. Ona görə burada yerinizi tutmaq çox önəmlidir. Yerinizi tutursunuz 10 dollarla, istəyirsiniz sırazı, yəni 10 dollar bu qeydiyyat üçün, abunəlik üçün və plus 40 dollar biznes hesabı üçün ödəyərək 50 dollar toplamda ödəyirsiniz, qeydiyyatdan keçirsiniz və yaxud da ki 10 dollar ödəyirsiniz, dediyim kimi yerinizi tutursunuz ki, çox önəmlidir, bunu izah etdim sizə. Daha sonra 40 dollar ödəyərək siz biznes hesabına keçid edə bilirsiniz və siz burada hər ay öz 10 dollar abunəliyinizi ödədiyiniz təqdirdə yerinizi burada qoruyub saxlayacaqsınız. Əgər misal üçün ödəməzsinizsə, bu zaman nə olur? Sistem sizi buradan götürür və siz burada lap aşağıdakı qeydiyyatın adının altına düşə bilirsiniz. Buna görə də mən düşünürəm ki, kimsə istəməz bu yerini itirsin ki, yəni bu qazancları itirsin. Ona görə də hər ay 17 dollarınızı vaxtında ödəyib sistemdə özünüzü lap üstə saxlayırsınız. Və bu önəmli nüansı da diqqətinizə çatdırım ki, ola bilər, misal üçün birinci ayda sizin adınızın altında 1 və ya 2 nəfər də ola bilər. Misal üçün 4 nəfər də ola bilər, 3 nəfər də ola bilər və yaxud da heç adam olmaya bilər sizin adınızın altında. İkinci ayda istər-istəməz bu matrix başlayacaq dolmağa. Üçüncü ayda daha çox, yəni 3-cü, 4-cü ayda adınızın altında daha çox insanlar yerləşəcək və bu da təbii ki, dediyim kimi yenə də sadəcə 10 dollar abunə haqqını ödəyərək adınızı burada qoruyub saxlayırsınız. Gələn insanların hər biri sizin adınızın altında düşür və hər birindən siz qazanc əldə edirsiniz. Deyək ki, yenə qeyd etdiyim kimi 10 dollar ödədiniz, ayda 50 dollar qazanc götürdünüz. 40 dollar təbii ki, biznes kabineti açaraq. 10 dollar ödədiniz, 500 dollar götürdünüz. 10 dollar ödədiniz, 300 götürdünüz. 10 dollar ödədiniz, 700 dollar, 800 dollar, 1000 dollar, 2047 dollar qazanc götürdünüz. Və
bu qazancların, yəni bu qədər qazancın və yaxud da ki, minimum bu qədər qazanca rağmen bu pulları ödəməyə dəyərmi? Təbii ki, dəyər. Sizin bir il ərzində maksimum $120 xərciniz çıxacaq. $120 burada və $40 biznes hesabı üçün xərcləyəcəksiniz. Cəmi $160 xərcləyəcəksiniz və sizin qazancınız $2047 olacaq. Təbii ki, dəyər $2047 görə $160 xərcləməyə.